bəyəndiyim layihələrimizdən birindəyəm. Sahəsi 180 kvadrat metrdir. Onu da qeyd edeyim ki, ekranın sağ tərəfində mənzilin planını yerləşdirmişik və planın içərisində hərəkətdə olan bir ox var. O mənim hərəkətlərimi təkrarlayır. Nə üçündür? Mən hərəkət edərkən, danışarkən sizlərin mənzili daha yaxşı kəşf etməyiniz üçün bir köməkçi rol oynayacaq. Mənzilimiz Ağşəhərdə yerləşir. Layihə üzərindən baxsaq, dəhlizimiz, qonaq otağımız, mətbəx, 3 yataq otağımız, 2 sanitar qovşağımız və bir çamaşırxanamız var. Ağşəhər layihələrində adətən çox layihələr bu formadadır. Dəhliz uzunsov və eni isə balacadır. Buna görə də biz mənzilə keçərkən genişlik əldə etmək üçün giriş qapı ilə üzbəyüz bu hissədə biz boy güzgüsü yerləşdirdik. Avtomatımız yolları örtmək üçün həm də bu boy güzgüsü ilə eyni xətt üzrə bir güzgü yerləşdirmişik. Yəni belə bir dizayn həlli seçdik ki, bu bizim belə deyək də təmir bitdikdə göz zövqümüzü pozmasın. Dəhliz hissəmizdə qardırob lazım idi bizə təbii ki. Qardırobumuzu buradan bu birləşməyə qədər etdik və bu yetərə qədər uzun məsafədir və həmin məsafəni kiçiltmək üçün həmin o qardırob, yəni bizə bir çıxıntı belə də divar kimi görsənməsin deyə onun bu hissəsini açıq rəflərdən istifadə etdik. Adətən layihələrimizdə biz qonaq otağına keçid hissəni genişləndiririk. Yəni qapı varsa qapını ümumiyyətlə mən ləğv elətdirirəm və burada da bizdə beton birləşmə var, yəni beton pərdəlik var. Buna toxuna bilmirik. Burada isə bizim çamaşırxananın divarı da maksimum mən onu sıxa bilmişəm. Düz beton birləşməyə qədər sökdürmüşəm ki, genişlik yaransın. Yəni vizual olaraq baxsaq, qonaq otağı bir o qədər də böyümüş olur və əlavə olaraq da dəhliz adətən süni işıqlandırmadan istifadə olunur, yəni təbii işıq olunur və bu ara divarın söküldükdən sonra pəncərədən düşən təbii işıq daha yaxşı gözəllik verəcək və daha da geniş və işıqlı göstərəcək. Yəni həmin bu dar və uzun dəhlizi belə deyim güzgülərlə və qonaq otağından düşən təbii işıqla qardırobumuzu bir neçə dekorativ hissəyə bölməklə genişləndiririk. Dar uzun görüntüdən onu daha estetik görüntüyə gətiririk. Dəhlizdən birbaşa keçirik qonaq otağımıza. Qonaq otağımızda bu hissədə bizim oturma dəstimiz olacaq, modul tipli divan. Bu pəncərənin qarşısında isə bizim böyük yemək masamız yerləşəcək. Eləcə burada bir aksent divar rəsmimiz olacaq. Bu hissədə bizim şkafımız yerləşəcək. Əvvəllər qonaq otaqlarında komod olurdu. Bir də səhv etmirəmsə böyük qoz ağacından qolka deyə bir yekə şkaf olurdu. İndi onu belə minimalistik şkaflar əvəz edir. Bu isə bizim TV divarımızdır. Oturma dəstinin qarşısında yerləşəcək və divar içi olacaq. Yəni sıfırdan sıfıra qədər, yəni bütöv divar kimi görsənəcək həmin şkafımız. Orada bir dekorativ biokamilimiz olacaq. Mənzilimiz minimalizm üstündə layihələndirildiyi üçün artıq tavan işləmələrimiz də yekunlaşıb, alçıban vurulub və həmin kölgə profillərdə montaj olunub. Tam olaraq görsənmir, çünki biz onu malyar niskosla bağlamışıq ki, divarar və tavan ağardılanda ləkə götürməsin. Proses bitdikdə biz o skosları açacağıq. Və onu da qeyd edim ki, kölgə profilinin müsbət cəhətləri çoxdur. Ümumiyyətlə, dizayn baxanda sanki tavan havada qalmış kimi olur və eləcə də əvvəllər biz divarları rəngləyəndə tavan birbaşa divara birləşdiyi üçün nə baş verirdi? Divar tutaq ki, misal üçün atıram, yaşıl rəngdirsə, tavan da ağdırsa, həmin o yaşıl rəng istər-istəməz ağ rəngin üzərinə keçmiş olurdu. Bu isə estetik görsənmirdi. Amma indi həmin bu kölgə profilləri sayəsində divar biraz daha içəriyə keçmiş olur və rənglədikdə həmin o xırda nüanslar görsənmir. Və əlavə olaraq da texniki cəhətdən ən üstün cəhət odur ki, alçıpan divara birləşmir. Bildiyiniz kimi, yəni divarla divar dostluq eləmir. Hər hansı bir tərpənişlər olanda, çöküşlər olanda çatlar baş verir və bu tavan divara birləşmədiyi üçün həmin o çatlardan qaçınmış oluruq. Eləcə də trekçilərimiz də montaj olub və hamısının da ağzı bağlıdır ki, ləkə götürməsin. Sonda hamısı asılacaq. Və təbii ki, döşəmədə də istifadə olunan pilnüs əvəzi kölgə profillərimiz var. Həmin profillərin montajı təmir prosesini ümumiyyətlə fərqləndirir. Səbəb odur ki, siz adi üslubla mənzili təmir edirsiniz və bildiyimiz standart pilnüs varsa, belə deyək, təmir etapı demək ki, yekunlaşır, parket vurulur, divarlar rəngləndirilir. Ən sonunda qapılar qurlaşdırılır və həmin o pilnüslər də montaj olunur. Amma kölgə alüminium profillərdə bu proses uygulamaq olmur. Baxın, bizdə malyarka işi görülüb və fikir verirsinizsə, tam sıfıra qədər belə deyək, betona qədər getməyib və burada bir boşluqlarımız var. Bu boşluqlar nə üçündür?
Və fikir verin, bu bütün ev boyu bu qaydadadır. Çünki biz işimizi tam yekunlaşdırmalıyıq. Daha sonra belə deyək, təmir prosesinə parketi vurmalıyıq. Parketi vurduqdan sonra onun üzərini yaxşı formada bağlayıb və həmin o kölgə alüminium profillərinə montaj etməliyik. Ki daha sonra maliyyə ustası həmin o kölgə alüminium profillə montaj olunduqdan sonra onun düzlüyünü çıxara bilsin. Bu standart təmir prosesindən çox fərqlənir. Gəlirik, burada bizim bir yataq otağıdır. Yataq otağında bizim sol hissədə şkafımız yerləşəcək. TV zonamız, dərs masası zonası, desk otağıdır bu. Taxt arxasına baxdıqda isə bizim neon işıqlar, taxtımız və burada dekorativ bir rəf yeri düzəltmişik bu formada olacaq. Bura bizim mətbəximizdir. Mebelimiz bu divar boyu yerləşəcək. Daha sonra isə burada belə deyək, otağa keçdikdə belə bir divar hörmüşük ki, mebelimiz belə deyək də divarın içində gizli formada olsun. Burada isə bizim elektrikli sobamız və soyuducumuz yerləşəcək. Onu da qeyd edim ki, misal üçün mebellərin üzərində də həmin o kölgə profilinin eyni davam etməsi üçün siz gərək tavanı mebel olacaq hissədən biraz aşağıya doğru yığasınız ki, sabah mebellər həm ustanovka oluna bilsin, həm də onun baş hissəsində olan tac qoyulduqdan sonra ümumiyyətlə dizayndakı görüntünü almaq mümkün olsun. Layihələrin çoxsunda adətən fikir versəniz, qapı üstlərində rigellər olur, yəni beton birləşmələr olur. Beton birləşmələri saxlamaq məsləhət görmürəm, orada bir çıxıntı kimi olur və belə də göz zövqümüzü pozur. Ona görə də onu alçıpanla şişirdib, əgər sol tərəfdə belə bir çıxıntı da varsa, çox gözəl olur. Birləşdirib onun sıfırında saxlamaq olur və bizim mebeldə bura yığıldıqda, biraz uzaqdan göstərim sizə, mebeldə belə tam yığıldıqda artıq bura düz xətt boyunca görsənəcək və otaq tavanı düz bucaqlı olur, işıqlandırmanı da simmetrik yerləşdirmək olur. Mebelimizin qarşısında da böyük bir adamımız və adamımıza birləşikdə yemək masamız olacaq. Bura bizim qızımızın otağıdır. Qapıdan keçəndə sol tərəfdə burada bizim qardırobumuz olacaq. Yataq dəstimizdir. Yataq dəstinin üzərində belə bir dekorativ güzgü yerləşdirmişik. Bu boşluqda bizim taxtımız yerləşəcək. Bura isə taxtla üzbəyiz divardır. Qızımız üçün make-up zonası, TV zona və ardında isə kitab yerləşdirmək üçün rəflər və şkaf yerləşdirmişik. Həmin bu dərinlikdə yerləşdirmişik. Mebeli yığdıqda isə 0-0 bağlanmış olacaq. Daha minimalistik görüntü verəcək. Tavan artıq buradakı alçıpan daha net görsənir. Ağartma prosesləri gedir. Alçıpanın birləşmə yerləri isə dərzi bandla bağlanır ki, sabah çartlama olmasın. Bu gördüyümüz isə bizim direk işığımızdır. Üzərində qapağı var. Belə deyək, ağırtma işləri bitdikdən sonra həmin qapaq çıxarılır ki, ləkələr qalmasın. Bura bizim qonaq sanitar qovşağımızdır. Unitazımız, duş kabin və sağ tərəfdə isə moydadırımız yerləşir. Unitazımız burada məsafə deyək ki, məsələn 30-dursa, bu tərəfdə də 30 olacaq. Necə? Biz buranı şişirdəcəyik biraz alçıpanla. Həm unitaz simmetrik mərkəzdə olacaq və daha sonra duş kabin içərisində gigiyenik məhsullar yerləşdirmək üçün daxildən həmin hissələrdə rəflər düzəldəcəyik. Mexanizmlərimiz, belə deyək, hamam aksessuarlarımız divar içi aybokslardan istifadə olunub. Enscura firmasına məxsusdur. Daha sonra keçid alırıq master yataq otağına. Sol tərəfdə olacaq bizim qardırobumuz. Bu hissədə olacaq bizim yataq dəstimiz və yataq dəstinin arxasında sadə minimalistik bir dekor işləməmiz olacaq və yataqla üzbəyiz isə bizim TV zona və make-up masamız yerləşəcək. Bu isə bizim master yataq otağının sanitar qovşağıdır, moydadırımız, duş kabinimiz və unitazımız burada olacaq. Evdə proporsional və belə də simmetrik xətlərin, liniyaların olmasını istəyirsinizsə, misal üçün, baxın, bu, orada belə bir şey deyim də, gələn xət əslində bu qalınlıqda deyildi. Baxın, belə bir çıxıntı var idi. Yəni, bu da beton birləşmə ilə buranın düzlüyü çıxarında belə bir məsafə qalır. Bunu sabah siz belə saxlasanız, bu yaxşı görsənməyəcək. Siz məcburən bu beton birləşməni, bu xəttə qədər şişirtməyiniz lazımdır. Şişirtdikdən sonra isə bu liniyalar bir-birini tamamlayacaq və daha qəşəng görsənəcək.